Herkesi salamlayıram. Bugün sizlere çok lezzetli bir börek resepti bölüşeceğim. Bu böreği ilk defayda hazırlayırdım ve çok beğendim. Hazırlanması o kadar asan idi ki hazırlayarken hiç yorulmadım. Böreği çok seven biri olarak en asan reseptleri tapıp sizlerle bölüşürəm. Siz bu reseptle böreği hazırlayın. Bu yakınlarda sizlerle yeni bir börek resepti bölüşeceğim. Ve elbette ki onun da hazırlanması çok asan olacak. Yox, əgər mən asan üsul istəmirəm, xəmiri özüm açmaq istəyirəm deyirsinizsə, o da kanalımda var. Linkini aşağıda bölüşəcəm, girib izləyərsiniz. Və bu arada kanalıma abone olup, videonu bəyənib, rey yazan hər kəsə təşəkkür edirəm. Kanalıma dəstək olduğunuz üçün, bir yerdə böyüdüyümüz üçün təşəkkürlər. Sizin o gözəl reylərinizi gördükcə mən də tez-tez hazırlayıb paylaşmaq istəyirəm. İndi isə gələk böreğin hazırlanmasına. Heç bir xəmir açmağa ehtiyac yoxdur. Hazır lavaşdan böreği hazırlayıram. Mən 4 ədəd lavaşdan istifadə etdim. İkisini böreğin altına və ikisini də böreğin üstünə istifadə etmişəm. İçlik olaraq isə ıspanaqdan istifadə etdim. Ispanaqlarımı doğrayıb, pendirimi əzib və sürtkəcdən keçirdib qarışdırıram. Bu içliği mənim en çok sevdiklərimdəndir. Əgər evdə yoxdursa, sadəcə ıspanaq və ağ pendirdən istifadə edə bilərsiniz. Ləzzətindən heç nə etməyəcək. İçliyə mən pendir duzlu olduğuna görə duz istifadə etmədim. Əgər siz sevirsinizsə, biraz istiyot əlavə edə bilərsiniz. Hamısını bir yerde karıştırdıktan sonra kenara koyuram. Sosun hazırlanması için 2 yumurta, 1 armudlu stəkan süt, 1 armudlu stəkan duru yağ ve biraz tuz töküp karıştırıram. Sosda yağ olmağına baxmayaraq tavanı da yağlayıram. Tavanı yaxşı yağlayıb doğradığım lavaşların yarısını əlavə edirəm. Lavaşları yaxşı yerləşdirdikdən sonra üzərinə sosun yarısını tökürəm. İçliyi de tökdükdən sonra üzərinə eyni qayda ilə doğradığım qalan lavaşların da yarısını əlavə edirəm. Qalan sosu da üzərinə töküb yayıram. Və budur artıq hazırdır. Qapağı örtüb qoyuram bişməyə. Bişməyini tavanın kənarlarından yoxlaya bilərsiniz. Çox az qaldırdıqda bişib bişmədiyini görəcəksiniz. Əgər börəyiniz bişibsə, o zaman çevirməyin tam zamanıdır.
Böreği çevirdiğim zaman tavanı yeniden yağlayıram ve buna bakın necə gözəl kızarıb. Bu videonu sizlere seslendirerken belə canım çekti ve yeniden tavaya yerleştirip pişiririm. İkinci tərəfi də yaxşı kızardıktan sonra tavadan alıram. O kadar lezzetlidir ki üzerinin hırçıltısı, içerisinin yumuşalığı, içliğinin lezzeti çok muhteşem idi. Hem bu böreği hazırlamak için sobaya belə ihtiyac yoktu. Tavada çok rahat pişirebilirik. Ümid edirəm ki videomu beğendiniz. Sona kadar izlediğiniz için teşekkürler.